İnsan Ramazandan çıxandan sonra yenə salih əməllərə davam edirsə, görürsən ki, qardaşlar, bayramın səhərsi günü, yaxud da bayramın səhərsindən bir gün sonra artıq başlayır Şəvval oruclarını tutmağa. Bu onu göstərir ki, Allah Subhanahu taala onun Ramazan ayında etmiş olduğu ibadətləri, salih əməlləri ondan qəbul edir. Əgər bir ibadət özünün ardınca növbəti ibadət çağırırsa, demək o ibadət qəbul olub. Həm də Allaha ən sevimli olan əməl odur ki, az da olsa davamlı olsun. Həqiqətən də kim Ramazanı ancaq əzəmətləşdirirdisə, bilsin ki, Ramazan ayı bitib sona çatdı. Amma kim Allah Subhanahu və Taala'nı əzəmətləşdirib, uca, böyük tutursa, bilsin ki, Allaha ibadət həmişə baqidir, həmişə insan Allaha ibadət etməlidir. Təkcə ibadət Ramazanda, yaxud Şəvvalda deyil, Allah Teala buyurur, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm sənə gələnə qədər Rəbbinə ibarət et.